Deməli, əziz dostlar, biz sizinlə bugün ali təhsil müəssisələrinə qəbul imtahan modelinə uyğun suallardan sınaq 3-ü işləyirik. Burada məhlullar, elektrolitik dissosiasiya, hidroliz, elektroliz və qeyri-üzv birləşmələrin mühüm siniflərinə aid testlərdir. Birinci suala baxıram. Birinci sualda bizə deyir ki, sink oksid və silisium O2 üçün ümumi olan nədir? Deməli, qələbi ilə reaksiyaya daxil olur. Yəni, birinci sual, qələvi ilə reaksiyaya daxil olurlar. Bəli, hər ikisi daxil olur. Sink oksidin də üzərinə mən qələvi gələndə natrium 2, sink O2, üstəgəl H2O və silisium O2-nin də üzərinə qələvi gələndə deməli, natrium 2, silisium O3 üstəgəlinsin H2O. Deməli, su ilə reaksiyaya daxil olmur. Bəli, sink oksid amfoter olduğu üçün su ilə reaksiyaya girmir. Silisium O2 də kvars qumudur, su ilə reaksiyaya girmir. Deməli, 1 ilə 2 bunların hər ikisi üçün ümumidir. Xlorid turşusu ilə reaksiya sink oksidlə gedir. Silisium O2 turşu oksidi olduğu üçün getmir. Doğru cavab D variantı. Getdim ikinci suala. İkinci sualda bizə nə deyir? 2 mol X və 1 mol sulfat turşusu olan məhlullar qarışdırılda normal duz alınarsa. Bu neytrallaşma reaksiyasıdır. Yəni, sulfat turşusu ilə 1 molla 2 mol X reaksiya girəndə normal duz alınır. X aydın məsələdə əsasdır. Deməli, sulfat turşusunun 1 molu ilə 2 mol gedən bir turşulu əsasdır. Bir turşulu əsas da burada natrium hidroksiddir, bir də kalyum hidroksiddir. Deməli, doğru cavabım olacaq 1 ilə 3, B variantı. Üçüncü suala baxırıq. Üçüncü sualda məhlullara aiddir. 400 qram 25% X tuzu məhlul üzərinə neçə qram X tuzu əlavə edildikdə 40% məhlul alınmışsa M-i müəyyən edin. Deməli, əziz dostlar, burada biz nəyi nəzərə almalıyıq? Ümumiyyətlə, məhlullara aid bütün düsturları, mühakimələri bilmək lazımdır və ən əsası məhlul sistem olaraq nədir? Bunu anlamaq lazımdır. 400-ün 25%-ni tapıram. 400-ün 25%-ni taparaq, burada neçə qram duz olduğunu hesablayıram. Görürəm ki, burada 100 qram duz var. Əgər burada 100 qram duz varsa, məhlulunda 400 qramdır. X tuzu əlavə olunduqda 40%-li məhlul alınmışdır. Deməli, 40% bərabərdir. Duzun miqdarı nə qədərdir? 100-dür. Məhlulun miqdarı da 400-dür. 100 böl 400. İndi mən duzu əlavə etdikdə M qram duzu. Burada duzun da kütləsi artır və məhlulun da ümumi kütləsi artır. Ona görə 100 üstəgəl M, 400 üstəgəl M deyəcəm, vurulsun 100. 100 ilə 40 ixtisar edərəm 20-yə 2 dəfə, 20-yə 5 dəfə. Gəldim 800 üstəgəl 2M bərabərdir 500 üstəgəl 5M. Demək, 800-dən 500, 300 bərabərdir 3M, M də bərabərdir 100 qram. Deməli, 100 qram duz əlavə etmək lazımdır. Doğru cavab C variantı. Növbəti suala baxırıq. Dördüncü sualda yenə məhlullara aid sualdır. Nəzərə alaq ki, bu cədvəl, bax, bu cədvəl tipində suallar demək olar ki, hər qəbul imtahanında yer alır. Birinci məhlulun qatılığı. Bunlar qatılıqlardır. Suyun kütləsi hər birində A-dır, eynidir. Məhlulun da ümumi kütləsi fərqli rəqəmlərdir. Lakin bizə məhlulun kütlələrinin Z-in X-dən, X-in də Y-dən böyük olduğunu deyir. Yəni, Z məhlulu, Z məhlulun kütləsi, belə deyək də, bunlar 1, 2, 3 qatılıqlardır. Deyək, buna da ayrıca deyəm, birinci məhlul, ikinci məhlul, üçüncü məhlul deyəm. Üçüncü məhlulun kütləsi 1-dən böyüdür, bir də deyək 2-dən böyüdür. Məhlulun kütləsi böyüdürsə, su eynidir.
onda hansı məhlulun kütləsi böyüdürsə, onda həll olan maddənin kütləsi böyüdür. Deməli, üçüncü məhlulda həll olan maddənin kütləsi çoxdur ki, deyək nədir, məhlulun ümumi kütləsi çox olsun. Yəni, üçüncü məhlul 1-dən böyüdür, 1-də 2-dən böyüdür. Doğru cavab E variantı. 5-ci suala baxıram. 5-ci sualda bizə deyir ki, dəmir 3 nitrat 0,5 moldur, dissosiasiya dərəcəsi 60-dır. Dissosiasiya dərəcəsinə aid sual tiplərinin izahında ümumiyyətlə nəzərə almaq lazımdır ki, birinci duzun dissosiasiyasını yazırıq. Verilmiş duzun dissosiasiyasını yazıram. Dəmir 3 nitratı iyonlara ayırıram. Feryum NO3 3. Buradan alacağım dəmir 3 müsbət və 3 mol NO3 mənfi. Məhlulda aniyonlar deyirsə, biz mühakiməni NO3-ə görə quracağıq. 0,5 molun dissosiasiya dərəcəsi 60%-dir. 0,5-in 60%-ni tapıram. Bölürəm 100-ə. Deməli edəcək 0,3 mol. Və tənasüb qururam ki, 1 mol dəmir 3 nitrat dissosiasiya etdikdə 3 mol aniyon alınır. Və 0,3 mol dissosiasiya etdikdə nə qədər alınır? X. X də bərabərdir 0,9 mol. Oldu mu? Keçirik növbəti suala. 6-cı suala. Doğru cavab 5-də B variantı. 6-cı suala baxıram. Eyni mol sayda götürmüş əsaslardan hansının 1 molunun neytrallaşmasına daha çox nitrat turşusu sərf olunar? Deməli, 1 molunun neytrallaşmasına mən kalium hidroksid, üstəgəl HNO3 tam neytrallaşmadan gedir. 1 mola 1 mol nitrat turşusu lazımdır. Kalium hidroksiddə. Kalsium hidroksidi yazsam 1 mola onda 2 mol nitrat turşusu lazım olacaq. Çünki 2 turşulu əsasdır. Alüminium hidroksiddə isə 3 mol. Deməli, 3 turşulu əsas götürəcəm bunu. 6-cı sual C variantı. 7-ci suala baxıram. Deməli, hansı katyona görə, hansı isə aniyona görə, belə deyək, hidroliz edir? Deməli, buradan duzun hidrolizindən yaranan mühit baxıram. Dəmir sulfat qüvvətli turşu ilə zəif əsasdan əmələ gəlib. Deməli, burada mühit necə olacaq? Turşu olacaq. Burada mühit turşu olacaq. Bu isə qüvvətli əsasla zəif turşudan əmələ gəlib. Burada isə mühit qələvi olacaq. Əgər mühit turşdursa, bunun hidrolizinin tipi katyona görədir. Mühit əsasıdırsa aniyona görədir. Ona görə doğru cavab A bəndi. B variantında da katyona görə düz gəlir, aniyona görə olmaz. C-də yenə düz vermir. Bir sözlə doğru cavab A variantı. Deməli, katyona görə hidroliz tipi bizə deyirsə, deməli, mühit turş olmalıdır. Aniyona görə hidroliz tipi deyirsə, mühit qələb olmalıdır. 8-ci suala baxıram. Suda məhlulundan sabit elektrik cəryanı keçirdikdə katodda suyun reduksiyası, anodda isə suyun oksidləşməsi baş verən duzları müəyyən edin. Demək, suda məhlulundan sabit elektrik cəryanı keçirdikdə katodda suyun reduksiyası, anodda suyun oksidləşməsi baş verən duzları müəyyən edin. Əziz abituriyentlər, elektrolizin Beketovun cədvəli üzrə hansı duzlarda necə alındığını təkrarlamaq tövsiyə olunur. Biz bilirik ki, aktiv metalların oksigenli duzlarının elektrolizindən, məsələn, natrium nitrat, elektrolizindən suyun parçalanması, yəni katodda suyun reduksiyası, H2 üstəgəl O2 suyun parçalanması baş verir. Yəni H müsbət sıfıra gəldi, mənfi 2 isə yenə sıfıra gəldi. Anodda isə suyun oksidləşməsi baş verən duzlar deyirsə,
aktiv metalların oksigenli duzlarını nəzərə alıram. Doğru cavab 1 və 4. 9-cu suala baxıram. 40 dərəcədə həll olma əmsalı 1000 qram böl litr olan duzun 300 qram 40%li X duz məhluluna neçə qram su buxarlandırmaq lazımdır ki, doymuş məhlul alınsın? Mən deməli burada həll olma əmsalının verildiyi hissə ki var, bu məhlulun doymuşluğudur. KH bərabərdir 1000 qram böl litr. Biz bilirik ki, həll olma əmsalı 1000 millilitr suda həll olan maddənin qramlarla miqdarıdır. Deməli, 300 qram 40%li duzda görək nə qədər duz var, nə qədər su. 300-ün 40%-ni tapıram. 300-ün 40%-ni tapacam. Böləcəm 100-ə. 3 vur 4. 120 qram duz var. 120 qram duz var. Və 300-dən 120-ni çıxıram. 300-dən 120-ni çıxıram. Burada isə qalır 180 qram su. Onda KH bərabərdir M duz böl M su. KH bərabərdir M duz bölünsün M su vur 1000. Düzdür, kitablarda V su yazılır, fərqi yoxdur. M su kimi elə yadda saxlayaq. Çünki 1 litri 1000 millilitrdir. 1 kiloqramında 1000 qramdır. Yəni 1000 qram su və yaxud 1000 millilitr su. Yəni həll olma əmsalının tərifində işlədə bilərsiniz. KH deməli 1000-dir. 1000 bərabərdir. Məhlul doymuş olmaq üçün 120-ni bölmüşəm 180-ə. Düzdürmü? Vurmuşam 1000-ə. Almışam buradan 1000. Neçə qram su buxarlandırmaq lazımdır? 180x. Neçə qram su buxarlandırmaq lazımdır? Burada da alıram 180 çıxılsın x. Deməli, buradan da alacam. 1000-ləri buradan ixtisar edərəm. 120 bərabərdir 180 çıx x. İkisinin də miqdarı 60 qram edər. Doğru cavab B variantı. 10-cu suala baxıram. 10-cu sualda bizə deyir ki, feryum OHNO3 dəmir hansı maddələr doğru adlandırılıb? Deməli, NO3 da OH. Deməli, burada feryum OH2 olub ki, dəmir 2 hidroksitdən OH-ın biri NO3 ilə əvəz olunub. Olub dəmir 2 hidroksonitrat. Bir düzdür. Kalsiyum hidrosulfat. HSO4 1 valentli, kalsiyum 2 valentli. Lakin kalsiyum sabit valentli olduğu üçün burada valentliyi qeyd etməməlidir. 2 səhvdir. Kalyum hidroortofosfat. Bəli. Kalyum hidroortofosfat düzdür bu. Xrom OH2 xlor, dəmir 3 hidroksoxlorid. Burada isə OH 2 dənə olduğu üçün verməlidir dəmir 3 dihidroksoxlorid. Ona görə 4 də səhvdir. Doğru cavab 1 və 3 A variantı. 11-ci suala baxıram. Hansı ifadələr doğrudur? Nitrat turşusu turş duz əmələ gətirmir. Bəli, çünki bir əsaslı turşudur. Bir əsaslı turşularda turş duz əmələ gətirmir. Mis xlorid turşusu ilə reaksiyaya daxil olur. Yanlışdır. Mis pasiv metaldır. Pasiv metallar xlorid turşusu ilə reaksiyaya getmir. 5 mol HNO3 və 3 mol kalium OH qarşılıqlı təsirindən normal duz alınır. Bir əsaslı turşudur. Bir turşulu əsasdır. Bunların istənilən mol nisbətində reaksiyasından yalnız normal duz alınacaq. Deməli, doğru cavab 1 və 3. Doğru cavab 1 və 3. Lakin axırıncıya da baxaq. NH4 2SO4 üstə gəlir 2 NH4 xlor. Sulfat turşusu ən qüvvətli turşu olduğu üçün bunu duzundan heç bir turşu çıxara bilməz. Ona görə 4-də səhvdir.
Deməli, doğru cavab 1 və 3 D variantı. 12-ci suala baxıram. 20% natrium hidroksid məhluluna 100 qram natrium OH əlavə etdikdə 36% məhlul alınır. Alınan məhlulun kütləsini hesablayın. Deməli, 20% natrium hidroksid məhluluna 100 qram natrium OH əlavə etdikdə 36% məhlul alınır. Alınan məhlulun kütləsini hesablayın. Deməli, 20% natrium hidroksid məhlulunda biz belə mühakimə quraq ki, deməli, x qram məhluldur. Bunun 20% natrium hidroksiddir. 20% natrium hidroksiddir. Böldüm 100-ə. Deməli, 0,2 x qram natrium hidroksid var. Natrium hidroksid var. Məhlulun da ümumi kütləsi deyirəm x-dir. İndi 100 qram natrium OH əlavə etdikdə 36% məhlul alınır. Natrium OH mən əlavə etdikdə deyək, natrium hidroksidin də miqdarı artır, məhlulun da ümumi miqdarı artır. Deməli, omega bərabərdir M natrium hidroksid böl M məhlul. Bur 100 yazıram. Buradan biz belə yazacağıq ki, 36% bərabərdir. Çünki 36% alınıb. 0,2 x bölünsün x. Vur 100. Lakin bizə deyir ki, natrium hidroksid əlavə edib bura 100 qram. Onda natrium hidroksidindən miqdarı artır. 100 qram əlavə olunmanı yaşıl rəylə yazıram. Məhlulun da ümumi kütləsi artır. İndi biz buradan qalan hissəni tapmalıyıq. Ona görə də əziz dostlar, bu tənliyi həll edirəm. Deməli, 36x üstəgəl 3600 bərabərdir. 100-ü 0,2 x-də vuranda 22 üstəgəl 10.000. 10.000. Deməli, 16x bərabərdir. 10.000-dən 3600 çıxanda qalacaq 6400. 6400. X də bərabərdir 400. Deməli, doğru cavab D variantı. Növbəti suala baxıram. 13-cü. Hansı duzun suda məhlulun elektrolizindən deməli, duzun kütləsi dəyişmir? Hansı duzun suda məhlulun elektrolizindən duzun kütləsi dəyişmir? Yenə bayaqda var idi bu sualdan. Suda deyək nədir? Suyun parçalanması gedən aktiv metalların oksigenli duzlarının elektrolizindən yalnız suyun parçalanması deyirik. Duzun kütləsindən heç bir dəyişiklik olmur duzun kütləsində. Ona görə 13B bəndi. 14-cü suala baxıram. Mis 2 sulfatın suda məhlulu üçün hansı ifadələr doğrudur? Mis SO4. Əvvəla elə bunun suda məhlul haqqında ümumi fikirləri deyək. Bu qüvvətli turşu ilə deyək, bu duzu bir səciyyələndiririk. Sulfat turşusu ilə mis hidroksiddən yaranıb. Belə deyək, loru dildə. Sulfat turşusu qüvvətli turşudur. Mis hidroksid isə zəif əsasdır. Deməli, qüvvətli turşu ilə zəif əsasdan əmələ gəldiyi üçün burada mühit turşudur. Deməli, turşu mühit yaranır. Qələb mühiti çıxdım. Elektrik cəryanını keçirir. Əlbəttə ki, elektrik cəryanını keçirdəcək elektrolitdir. Katyon böyükdür anion, yox. Mis SO4-ü mən dissosiasiya uğratsam, mis 2 müsbət, üstəgəl SO4 2 mənfi. Burada elə katyon sayı anion sayına bərabər olacaq. Ona görə doğru cavab 1 və 3 B variantı. 15-ci suala baxıram. Metal OH-ün nisbi molekul kütləsi 78-dir. Bu metalın oksidinin nisbi molekul kütləsini hesablayın. Düzdür, bu sual sadə sual ola bilər. Lakin ən çox abituriyentlərin etdiyi səhvlərdən biri budur ki, buradan metalın kütləsini tapıb, metalın öz kütləsini seçir variantda. Bizdən metalın oksidini istəyir. Metal OH3 bərabərdir 78.
Metalın kütləsi x-dir. X üstə gəl. 16, bu da bir 17 vur 3. 51 bərabər 78. 78-dən 51 çıxanda x oldu 27. Metalın oksidi X2O3 3 valentlidir. Metal OH3-dən görürəm ki, metal 3 valentlidir. X2O3 bərabərdir 27 vur 2. Üstə gəl 16 vur 3. 54, o da 48, 102 qram. 15-ci sual D variantı. 16-cı suala baxıram. 16-da bizə nə deyir? 16-da deyir ki, hansı maddələr cütünü su ilə qarışdırdıqda eyni maddənin məhlulu alınmır. Deməli, N2O5 HNO3, natrium 2O, natrium OH. Hə, belə deyək. Natrium oksidi suda həll etdikdə natrium OH alınacaq, alınır. N2O5-i suda həll etdikdə HNO3 alınacaq, alınır. Sonra kalium hidridi deyək nədir? Suda həll etdikdə, demək, kalium hidridi suda həll etdikdə kalium OH alınacaq. Deyək nədir? Elə kaliumu sudan məhluludur. Bunu da doğru götürə bilərəm. NO-nu suda həll etdikdə HNO2 al. Ona görə doğru cavab D variantı. Reaksiyalardan alınan normal duzlardan hansıları suda yaxşı həll olur? X gümüş xloriddir. Gümüş xlorid ağ rəngli çöküntüdür, həll olunur. Mis SO4. Mis SO4 alınır. Mis SO4 suda deyək ki, nədir? Zəif həll olandır. Barium nitrat suda yaxşı həll olur. Biri Z-dir. Barium nitrat suda yaxşı həll olur. Və kalsiyum ortofosfat alınır burada. Deməli, bizdə maddələrimiz X gümüş xloriddir. X olmaz. Deməli, 17. Deməli, X olmaz. X-ləri çıxdım. Z, D, Y-ni sildim. Qaldım A və B-nin üstündə. Deməli, A və B-nin üstündə qaldım. Y, deməli, Z dəqiq suda yaxşı həll olur. Deyək, Z dəqiq suda yaxşı həll olur. Bir də deyək ki, Y. Yəni, Z və Y götürəcəyik. Doğru cavab B variantı. Bir dənə bura qaydaq buradadır yenə. Z və Y, mis SO4 və barium nitrat. Bəli, burada isə fosforit mineraldır. O suda yaxşı həll olmur. 18. Yenə hidrolizdir. Deməli, bizdə deyir anyona görə hidroliz, katyona görə hidroliz. Bunların hər birindən yaranan mühitə baxıram. Burada qələvidir. Qüvvətli əsas və zəif turşudan əmələ gəlib. Burada neytraldır, zəif turşu və zəif əsasdan əmələ gəlib. Burada turşdur, qüvvətli turşu, zəif əsas. 4-də də deyək nədir? Qələvi deyə bilərik. H3PO4 orta qüvvətlidir. Bəzən qüvvətli kimi də götürürük testlərdə. İndi gəlin, burada baxaq görək. Anyona görə hansı hidroliz edəcək, katyona görə hansı hidroliz edəcək. Deməli, mühit qələvi olanlar anyona görə hidroliz edəcək. Yəni, qüvvətli əsaslardan əmələ, qüvvətli əsas zəif turşu. Deməli, 1 ilə 4 deyəcəm anyona görə. Demək, katyona görə hidroliz. Katyona görə hidroliz mühit turşu olanlardır. 3 olacaq katyona görə hidroliz. Və zəif əsas və zəif turşudan əmələ gələn duzlarsa, həm katyona, həm anyona görə hidroliz edir. Doğru cavab B variantı. Təkrar edirəm, mühit qələvidirsə anyona görə hidroliz deyirik. Mühit turşdursa katyona görə, mühit neytralsa, yəni zəif əsasdan
zəif turşdan əmələ gəlmiş duzlardırsa, həm katyona, həm anyona görə hidroliz deyirik. 19-cu suala baxıram. X qram 40% kalium OH məhlulu ilə 200 qram 49% H2O4 məhlulu qarışdırılır. Maddələr reaksiya tam sərf olunur və normal duz alınır. X-i tapaq. Gəlin tapaq. Deməli, normal duz alınırsa, mən kalium OH ilə H3PO4-ün reaksiyasını yazıram. Buradan alıram kalium 3PO4. Üstə gəl 3 mol H2O. 3 əsaslı turşudur, 1 turşulu əsasdır. 3 mol kalium OH sərf olunacaq. 200-ün 49%-ni tapıram. 200-ün 49%-ni tapanda 200 vur 49 böl 100. Deməli, 98 qram orta fosfat turşusu reaksiya girir. Orta fosfat turşusunun molyar kütləsi 98-dir. Kalium OH da 56-dır. Deməli, 3 moldur. 56-nı 3-ə vuranda 3 vur 6, 18, 3 vur 5, 15, 16. 168 qram kalium OH sərf olunur. 98 qrama. Şərtdə də 200-ün 49%-ni tapdım. 98% edir deyə yenə də 168 qram lazımdır. Amma yəni X-in 40%-i 168-dir. Ona görə 168-i 100-ə vurub 40-a böləcəm. 20-yə 5 dəfə, 20-yə 2 dəfə, 84, 5 vur 4, 20, 5 vur 8, 40, 2 dəfə 42. Deməli, 420 qram 40%-li kalium hidroksid məhlulu lazımdır. Gördüyünüz kimi normal suallardır. 20-ci suala baxıram. 20-ci sualda dəmir üstə gəl X üstə gəl dəmir SO4, dəmir və üstə gəl X metalı deyir. Beketovun cədvəli üzrə aktiv metallar istisna olmaqla hər bir metal özündən sonra gələn metalı duzundan sıxışdırıb çıxarır. Yəni X metalını müəyyən edin. Natrium aktiv metalda olmaz. Qurğuşun, mis, gümüş cədvəl üzrə dəmirdən sonra yerləşir. Ona görə olmaz. Doğru cavab D variantı. Sink dəmiri çıxara bilər. 21-ci suala baxıram. Eyni mol miqdarında götürmüş hansı duzların tam dissosiasiyasından eyni sayda iyon ayrılır? Əziz dostlar, imtahan öncəsi tövsiyə olunur ki, duzların dissosiasiyasını təkrarlayın və duzları iyonlara ayırın təkrarən. Deməli, kalium nitratı mən iyonlara ayırıram. Kalium NO3, kalium müsbət, NO3 mənfi. Buradan ayrıldı. Kalium müsbət və NO3 mənfi. Natrium 3PO4-ü iyonlara ayırsam, 3 natrium müsbət, üstə gəl PO4, 3 mənfi. NH4 2SO4-ü ayırsam, hər biri normal duzdur. Bir mərhələdə dissosiasiya uğrayır. 2 mol NH4 müsbət, üstə gəl SO4, 2 mənfi. Və dəmir 2 xloridə iyonlara ayırsam, dəmir 2 müsbət, üstə gəl 2 xlor mənfi. Deməli, mən baxıram ki, birinci tənlik üzrə 2 iyon ayrılıb, ikinci tənlik üzrə 4 iyon ayrılıb, üçüncü tənlik üzrə 3 iyon ayrılıb, dördüncü tənlik üzrə də 3 iyon ayrılıb. Deməli, doğru cavab 3 və 4 C variantı. Duzların dissosiasiyasını təkrarlamaq lazım. 22-ci suala baxıram. 22-ci sualda deyir ki, oksid. X oksidi həm turşu ilə, həm qələvi ilə girirsə, bu amfoterdir. Mən deməli, A, B, D-ni silirəm, qalıram C ilə E-nin üzərində. Y oksidi isə turşu ilə girmir, qələvi ilə də girmir. Deməli, nə turşu ilə, nə qələvi ilə reaksiya girmirsə, söhbət burada duz əmələ gətirməyən oksiddən gedir. Doğru cavab C variantı. 23-cü suala baxıram. 49 qram H2SO4
0,25 mol XOH2. Reaksiyadan alınan turş duzun kütləsini hesablayın. Deməli, əgər turş duz alınıbsa, bizdən görürəm ki, X metalı ekvivalentli metaldır. Yəni, XOH2 üstə gəl H2SO4. Alacam mən buradan X HSO4 2. Üstə gəl su. Çünki turş duz alıram, X ekvivalentli, HSO4 1 valentli. İndi sulfat turşu 98 qramı bunun 1 molu ilə reaksiya girəndədir. 1 molu ilə, yəni 58 qramı ilə reaksiya girəndədir. 58 qramını. İndi sulfat turşusunu 49 qram götürüb, bunu isə 0,25 mol götürüb XOH2-nin. XOH2-nin 1 molu 58 qramdır. Deməli 0,25 molun tapıram. Deməli 58-i vuraq 0,25-ə, yəni 4də 1-ə. 58 4-ə bölünürmü? 58 böl 4. Bir dəfə 4, 18-də deməli 4 dəfə 16, 20-də də 5 dəfə. Deməli 14,5 qram da bu duzun kütləsi. İndi mən baxım görüm, bu duzun XHSO4 2-nin molyar kütləsini tapaq. Əvvəla XOH2-dən X üstə gəl 17 vur 2 34 bərabər 58 X 24'dür. X 24'dürsə 24 üstə gəl 32 bu da 64 96 bu da 1 97 97'ni vuraq 2'yə 97 vur 2 2 vur 7 14 18 19 194 o da 24 o da 24, 8, 9 ilə 2, 11, 218 qram. 218 qram. Bu da X-dir. İndi mən baxım görüm, reaksiya girən hər iki maddənin kütləsi verilirsə, mən müqayisə edirəm, kütləsi az verilənə görə aparıram. Görürəm ki, sulfat turşusunda rəqəmlərimiz daha normaldır. Yəni 98 qram 58 ilə girirsə, 49 58'in yarısı ilə girər. Yəni 14,5 az verib. Deməli mən hesablamamı buna əsasən, buna nəzərən aparıram. 58-dən 218 alınır. 58-dən 218 qram alınır. Bəs 14,5-dən nə qədər alınır? Belə bir tənasüb qururam. Demək 58-i vururam 218-ə. Bir dəqiqə üzr istəyirəm. 58'i X bərabərdir. Yox, 14,5 vur 218 böl 58 bərabərdir. 14,5 58-də 4 dəfə 218-i də 4-ə böləndə düşəcək bizə 54,5 qram. Deməli, doğru cavab 54,5. Növbəti suala baxıram. Mis-2 sulfatın suda məhlulunun elektroliz zamanı katodda 1 mol maddə ayrılmışsa, anodda ayrılan maddənin həcmini istəyir. Mis-SO4-ün elektrolizini yazıram. Mis-SO4 üstə gəl H2O. Katodda ayrılır mis, pasiv metallardan. Anodda oksigen. Bir alacam sulfat turşusu. Bunların gəlin mollarını düzəldək. Deməli, suyun qarşısına 2 yazsam. Deməli, SO4 1, 1. Hidrogen oldu 4. Yox, bura 2 yazacam. Burada 2 yazacam. Oksigen 8, 10. 8, 10. Misə də 2 yazıram, düzəlir. Deməli, katodda 1 mol maddə ayrılıbsa, katodda biz görürük ki, nə ayrılıb? Mis ayrılıb, katod. Anodda isə oksigen ayrılıb. Deməli, katodda 1 mol maddə ayrılmışsa, anodda ayrılan
qazın həcmini hesablayın. Katodda 2 mol maddə ayrılanda anodda 23,4 litr qaz ayrılır. Katodda 1 mol ayrılarsa 11,2 litr qaz ayrılar. Gördüyünüz kimi bu məsələ üzrə sizdən sanki elə bir ki elektroliz tənliyini yazıb əmsallaşdırmanı soruşur. Doğru cavab 11,2. 25-ci suala baxıram. Deməli, alınan X maddəsi üçün hansı ifadə doğrudur? Bu alüminium OH3'dür. 3 turşulu əsasdır, düzdür. Suda yaxşı həll olur, yanlışdır. Amfoter hidroksiddir, düzdür. Deməli, və qızdırıldıqda da parçalanır 1, 3, 4. Doğru cavab 1, 3, 4. Iyirmi altıncı suala baxıram. Deməli, maddələrin kütlələri cəmi. X-in nisbi atom kütləsini istəyir. Mis oksidin kütləsini hesablayıram. 64, 16. 80 qram mis oksidin kütləsidir. 80 qram 1 molu. XO2 isə X üstəgəl 32-dir. Sadə məsələdir. Bu isə 2 moldur. Yəni 80 üstəgəl 2 vurulsun X üstəgəl 32 bərabərdir 200. 200-dən ilə 80-i çıxaq. 120 bərabərdir 2x üstəgəl 64. 120-dən 64 çıxanda 10-dan 4-ün 6, 11-dən 6-sın 5, 2x bərabərdir 56, x də bərabərdir 28. 27-ci suala baxıram. Hansı halda turşduz, hansı halda normalduz, hansı halda əsası duz? Əziz abituriyentlər, demək olar ki, qəbul imtahanlarında mütləq bu tip suallara rast gəlirik. Bunu daha asan həll etmək üçün OH ilə hidrogen atomlarının sayını müqayisə edirəm. 3 dənə burada OH var. Burada isə 2 hidrogen var. Deməli, buradan alınacaq əsası duz. Əsası duz. 3-ə yazıram A. 3-ə yazıram A. 2 dənə OH var. 2 dənə OH var. 2 dənə hidrogen var. Alacam normal duz. 2-ə yazıram B. 2 OH var. 6 hidrogen var. Alınacaq turş duz. 1-ə yazacam C. 2, bu da 6. 1 mol 2 dənə hidrogen var, 1 dənə OH var. Deməli, alınacaq turş duz. Yazıram D. Turş duza yazıram D. Və buradan isə 2 dənə OH var, 2 dənə hidrogen var. Ona görə buradan da alacam normal duz. Deməli, burada yazıram Y. Deməli, 1 CD, 2 BY, 3 A. Bax, bu şəkildə heç reaksiyanı yazmadan bu tip sualları tapa bilərik. 28-ci suala baxıram. Natrium dəmir 3 sulfat. Natrium dəmir 3 sulfatın biz formulunu necə yaza bilərik? Deməli, natrium, feryum, SO4, 2 qat duzdur. Bunun isə adı magnezyum hidroksosulfat. Magnezyum hidroksosulfat. 29-cu suala baxıram. Natrium sulfatla baryum xlorid məhlulları arasında gedən reaksiyaların molekulyar tam və qısa iyon tənliklərini natrium sulfatla baryum xlorid arasında reaksiyanı yazıram. Buradan alıram baryum SO4, ağ rəngli çöküntü üstəgəl 2 mol natrium xlorid. Tam iyon tənliyi 2 natrium müsbət, SO4 2 mənfi, üstəgəl baryum 2 müsbət, 2 xlor mənfi, bərabərdir. Baryum SO4 olduğu kimi qalır, çünki çöküntüdür. 2 natrium müsbət, 2 xlor mənfi.
İxtisar aparıram. Yerdə qalan da qısa iyon tənliyidir. Yenidən onu köçürtməliyik. 2 natriumlar getdi. Xlorları sildim. Deməli, qısa iyon tənliyində SO4 2 mənfi, barium 2 müsbət və barium SO4 qeyd edəcəksiniz. Bu da 3-cü reaksiyamız. 30-cu suala baxıram. Nəhayət sonuncu sualımıza. Sink lövhəni dəmir 2 sulfat məhluluna saldıqda onun kütləsi 4,5 qram azalmışdır. Yenə Beketovun cədvəli üzrə sink üstəgəl dəmir 2 sulfat. Aldım buradan sink sulfat üstəgəl dəmir. Lövhənin kütləsi azalıb. Sinkin kütləsi 65-dir. Dəmirin kütləsi 56-dır. Reaksiyaya sərf olunan sinkin kütləsini deyir hesablayın. Bəli. Lövhənin kütləsi 65 idi, oldu 56 bu reaksiya gedəndə. Deməli, 65 ilə 56 arasındakı fərqi tapıram. Qalır 9 qram. 9. Deməli, tənasüb qururam ki, məhlulun kütləsi 9 qram, lövhənin kütləsi 9 qram azaldıqda məhlula 65 qram sink, reaksiyaya 65 qram sink daxil olub və deyək ki, 4,5 qram azalanda x 65-in yarısı da edir 32,5. Əziz abituriyentlər, bu suallar ümumiyyətlə dissosiasiya, məhlullar, oksid əsas turşu duz, bu mövzulara aid olan əsas qəbul modellərini təşkil edirdi. Hər birinə diqqətlə fikir verin və həmin sualların ətrafında işləməniz tövsiyə edilir. Diqqətinizə görə təşəkkür ederim.